Dekabrın 4-də rejissoru Suad Qara olan Məhsədi filminə Kino Agentliyinin nəzdindəki Bədii Şura tərəfindən lisenziya verilmədiyi və filmin Bakı Film Festivalının proqramından çıxarıldığı bildirildi. Qərarın mətni açıqlanmasa da, mediada əsas kimi erotik səhnələr, normativ etik pozuntular və konseptual uyğunsuzluqlar göstərildi. Bu hadisə müstəqillik dövründə Köpək, Ehram TV və Stalin ölümü kimi filmlərin qadağası ilə bağlı əvvəlki mübahisələri xatırlatdı. Kinematografiya haqqında qanun 7-ci maddəsinə görə filmlərin nümayişi üçün dövlət reyestrindən qeydiyyat tələb olunur və bu proses Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Filmlərin yayımı və nümayişi qaydaları reyestrdən imtina üçün yalnız pornoqrafiya, zorakılıq və düşmənçiliyin təbliğini əsas kimi tanıyır. Məhsədi filminin substantiv təhlili göstərir ki, filmdə milli irqi və ya dini düşmənçiliyin yaradılması, yaxud zorakılıq səhnələri yoxdur və pornoqrafik məzmun müşahidə edilmir. Buna görə də Məhsədi filminə istinad edilən etik və konseptual iradlar hüquqi əsaslarla uzlaşmır. Digər tərəfdən, Kino Agentliyinin nizamnaməsində Bədii Şuranın lisenziya verilməsi barədə səlahiyyəti nəzərdə tutulmayıb. Bu isə inzibati icra haqqında qanunda təsbit olunan aidiyyət və səlahiyyət hədləri prinsiplərinə ziddir. Konstitusiyanın 47-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddələri hər kəsin ifadə azadlığını tanıyır. Mədəniyyət haqqında qanunun 17-ci maddəsi isə bu azadlığı mədəniyyət sahəsində məlumat almaq və yaymaq hüququ ilə tamamlayır. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına görə, çoxdan vəfat etmiş tarixi şəxslərin nüfuzunun qorunması yalnız istisna hallarda məhdudiyyətə əsas verə bilər. Məhsədi filminin süjeti tarixi şəxsiyyətin yox, ona allüziya edən bədii yanaşmanın üzərindən qurulduğundan bu əsas inandırıcı deyil. Tribunal yekun olaraq bildirir ki, Kino Agentliyinin Məhsədi filminə lisenziya verməməsi rejissorun ifadə azadlığını pozur.